Johannes Andreas Grip Fibiger 1897-ci ildə Danimarkada doğulmuşdu. Onun anası Elfrida Fibiger tanınmış yazıcı idi. Atasını 3 yaşında itirsə də, onun yolu ilə gedərək həkim olan Johannes, Robert Koch və Emil von Beringin yanında da təhsil almışdı. Johannes Fibiger doktorluq dissertasiyasını difteriya xəstəliyinə həsr etmişdi. Laboratoriya siçovullarını tədqiq edərkən Fibiger müşahidə etdi ki, siçovullar parazit sapqoflara yoluxduqda onlarda xərçəng şişləri əmələ gəlir. Daha sonralar müstəqil tədqiqatlar sübut etdi ki, siçovullarda görünən əksər şişlər xoş xassəli olmuşdur və digərlərinin isə yaranma səbəbi əslində A vitamini çatışmazlığı idi. İsveç Kral Elmlər Akademiyasının daimi katibi Erling Norby 2010-cu ildə bildirib ki, Fibigerin Nobel mükafatı alması Nobel komissiyasının ən böyük səhvlərindən biridir. Beləliklə, 1926-cı ildə fiziologiya və tibb sahəsində Nobel mükafatı Spirophthera karsinomasını aşkar etdiyinə görə Johannes Fibigerə verilmişdi.